Maşınımızın qumlama işini yekunlaşdırmışıq. Deməli, çox maraqlı belə sürprizlər. Burada deşik var, çürük burada var. Fatmaşkada bu hissədə var. Belə. Qapımızda var çürük. Bu hissədə də var. Qumlamadan sonra sürülmüş hissələr tam olaraq üzə çıxır. Alt hissəsində var. Ümumilikdə maşınımızın altında dəmir çişləri görülməlidir mütləq. Qumlamadan sonra bütün çürük hissələr üzə çıxır. Bundan sonra dəmirçi bu hissələri düzəltdikdən sonra görürsünüz hansı dərəcədə burada çürüyübdür maşının alt hissəsi. Çox kövrəlib detal bu vəziyyətdədir.